Xəyal Əzbəyli, bu kimdir? Bakılıdır, haralıdır, Azərbaycandan gedibdir. Görün, Qasparova hesabat verir. Oturub Qasparovun demək olar ətəyində. Qasparov kimdir? Qırmızı xoruz, Petrov xoruzlarına hesabat verirlər, ay kişi. Bu dərəcədə mən ümumiyyətlə bunlara Azərbaycanın necə deyəsən axı, bunlara baxın, bunlar da hesabat verir, oturublar bu Hüseynlərdir. Mənim sözüm bilirsiniz nədədir? Yəni, mən bunları qəbul eləyə bilmirəm, necə, bax, bunlar necə Azərbaycana qayıdacaqlar da, hansı üzrə? Yaxşı, sabah məni, lap dövlətdir də, məni öldürür də, kəsir də, neynir də eləsin, məsəl üçün də. Bilirsiniz, mənim nə qədər sifətim nə olmalıyam ki, məni deyək ki, dövlət indi öldürdü da, məsəl üçün, bir pislik elədi indi. Kimsə də bu dövlətdə indi mənə qarşı belə bir hərəkət elədi. Mən gedim Fransuza şikayət edim ki, məni döyürlər, öldürürlər, acıyırlar. Bu mənə çatmır. Öz millətim indi beləyik də, indi öldürək də, dost da olarıq da, neyniyək də, ancaq o demək deyil ki, mən hansı sığışdıramıram, ay kişi, nə qədər də məni vurub öldürsənlər, mən gedib erməniyə, Fransuza şikayət edə bilmərəm, gedib onun ətəyində oturam, deyəm ki, Azərbaycanda mənə çörək vermədilər, mənə sığışdıramıram. Bəlkə kimsə düz tapır və kimə eləsin şikayət, necə eləsin ki, bunu incidiblər. O da yenə də bu düzgün deyil. Adam özü fikirləşər, bunu başqa yolla, başqa cürə bunu etirazını bildirərlər. Bilirsiniz, gedib belə axı bu xoruzların qabağında sən necə sən özün icazə verirsən ki, axı gedib kimə şey görün. Bu adam baş kəsib, Azərbaycanlılar, türklərin başını kəsən bir şəxsdir bu Qasparov. Pul da verir ermənilərə, gedin öldürün. Bütün günü türkü aşağılayır. Şikayət edir bütün dünyaya ki, Bakıda bizi samolyot göndərdilər, biz canımızı ancaq qurtardı. Belə adama gedib şikayət eləmək mənə çatmır. Belə adamlarla dostluq eləmək. Bax, bilənki bu roman spinlər, hansı ki, Bakıda bunların dədə-babaları tualetdə atın o tollasında işləyirdilər, tollarını təmizləyirdilər. Ay insanlar, bax, bunlara gedib şikayət edirsiniz. Mən başa düşürəm, bunlar necə çörək yeyir, necə üzlə, hansı üzlə, haçansa düz deyə, haçansa qayıdacaqlar. Haçansa gün gələcək qayıdacaqlar. Ancaq nə üzlə bunlar millətə durub deyəcək ki, biz düz olmuşuq, biz narazıyıq da hökumətdən. Ona görə də nə qədər də hökumət indi məni yenə də döyə də öldürə də, qardaş, mən durub hökumətə gedib başqa dövlətə mən hərəkət edə bilmərəm. Mənə çatmır. Düşmana gedib şikayət eləmək nə deməkdir? Bu düşman gülür, sevinir ki, nə yaxşı türklər gəlib bizə şikayət edirlər, nə yaxşı bunlar öz millətini satırlar. Yenə də deyirəm, səni öldürür, incidirsə, sənin icazən heç kəsin. Mən yenə deyirəm, bizi öldürürlər, acıq, suzuq. Biz icazəmiz yoxdur, hansısa millətə gedək deyək, şikayət edir. Hansısa millətə deyək, hamısı düşman kimi, hamı sevinir, hamı istəyir bura dağılsın, başa düşürsünüz. O da mən necə də gedib otururlar, necə də bunlarla deyib gülürlər. Söyürsən, neynirsən, eləyirsən. Niyə gedib axı erməniyə şikayət edirsən? Niyə axı mən yenə də deyirəm, mənə çatmır bunların bu
Qardaş, mən eləyə bilmərəm onu. Mən acam, susam, nəyəm indi bu belə olmalıdır da. Mən onun gedib başqa axır bilirsiniz bu çatmır da, bu başqa millətə gedib mənə sığışdıramıram. Mən yəqin bunların valideynləri bilmirəm kimlərdir, nəşirlər. Bunların qanında o da türk gedib siz özünüz fikirləşin, türk gedib düşmana şikayət eləmək nə deməkdir? Bunu necə ola bilər? Sənin düşmana gedib şikayət eləmək nədir? Mənə çatmır. Yenə də deyirəm, bu hansı üzlə bunlar gələcəklər Azərbaycana deyəcəklər ki, biz haqlı olmuşuq. Bizim çörəyimizi kəsmişlər, bizi öldürürdülər, biz də getmişik, qoşulmuşuq erməniyə, fransuza, ingilisə şikayət edirik. Bilmirəm da. Qardaş, mən bunlara türk deyə bilmirəm, insan deyə bilmirəm. İnsan gedib düşmana şikayət edirsə öz xalqından, qardaş, mən onu bağışlaya bilmirəm. Bax, özünüz fikirləşin. Yəni, yenə də deyirəm, belə